Hər kəsə salam. Mən fizika müəlliməsi Arzu Orucova qəbul imtahanına sayılı günlər qaldığını nəzərə alaraq abituriyentlərə dəstək məqsədi ilə həndəsə optika mövzusuna aid bir neçə sualın izahını sizə təqdim edirəm. Şəkildə sındırma əmsalları N1, N2 və N3 olan 3 mühitdə şüaların yolu göstərilmişdir. Sındırma əmsalları arasında hansı münasibət doğrudur? Sınma qanununun riyazi ifadəsini yazırıq. Sinus alfa bölünsün sinus beta bərabərdir N2 bölünsün N1. Bu ifadə bizə onu göstərir ki, bucaqla sındırma əmsalı arasında tərs asıllıq var. Yəni bucağı böyük olanın sındırma əmsalı kiçik, bucağı kiçik olanın sındırma əmsalı böyükdür. Görürük ki, şəkildən alfa bucağı və beta bucağı arasında belə bir münasibət var. Beta alfadan daha böyükdür. Şəkildən bu bizə görsənir. Əgər beta alfadan böyükdürsə, deməli betaya uyğun sındırma əmsalı, yəni N2, alfaya uyğun sındırma əmsalından kiçik olacaq. Çünki aralarında tərs asıllıq var. Keçirik üçüncü mühitə. Üçüncü mühitin bucağı isə alfa elə birinci mühitin bucağı alfaya bərabərdir. Deməli, üçüncü mühitin sındırma əmsalı elə birinci mühitin sındırma əmsalına bərabər olacaq. Yəni N1 bərabər N3. Cavabımız olacaq A variantı. Baxırıq 98 nömrəli test tapşırığının izahına. Toplayıcı və səpəci linzadan D böyükdür 2F məsafədə yerləşən cismin xəyalı üçün Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. F linzanın fokus məsafəsi, D cisimdən linzaya qədər məsafədir. Hər iki linzada xəyalın qurulmasına baxırıq. Bizim cismimiz D böyük 2F-də yerləşib, yəni 2 qat fokus məsafəsindən uzaqda yerləşib. Cismi 2 qat fokus məsafədən uzaqda yerləşdiririk, yəni 2F-dən sonra. Və xəyalı qurarkən belə bir qayda var ki, iki şüadan istifadə edəcəyik. Şüalardan biri optik oxa paralel istiqamətdə düşür toplayıcı linzaya və toplayıcı linzada sındıqdan sonra fokus nöqtəsindən keçir. İkinci şüamız isə optik mərkəzdən keçəcək və iki şüanın kəsişməsində bizim xəyalımız alınır. Yəni həmin nöqtədə bizim xəyalımız alınır. Xəyalın şəklini çəkərik və görürük ki, xəyal tərsinə oldu. İndi keçirik səpəci linzaya. Səpəci linzada da həmin qayda ilə 2F-dən uzaqda cisimimizi yerləşdiririk. Yenə iki şüadan istifadə edirik. Şüalardan biri səpəci linzanın üzərinə düşür. Düşdükdən sonra sınacaq. Bu dəfə isə sınır, amma səpilərək sınır. Və şüanın özü F-dən keçə bilməyəcək. Şüanın uzantısı F-dən keçəcək. İkinci şüa da yenə optik mərkəzdən keçəcək. Burada isə xəyal şüalardan birinin uzantısının, digərinin isə özünün kəsişdiyi nöqtədə alınacaq. Yəni, burada alınır. İndi baxırıq xüsusiyyətlərinə. Birinci deyir ki, həqiqidir. Həqiqi xəyal o xəyaldır ki, xəyal şüaların özlərinin kəsişməsindən alınır. 1 gedir toplayıcı linzaya. 2-də deyir xəyal mövhümidir. Mövhümi xəyal şüaların özlərinin yox, uzantılarının kəsişməsindən alınır. 2 gedəcək səpəci linzaya. Linzanın fokusu ilə iki qat fokus arasında yerləşir. Hansı şəkildə biz görürük ki, xəyal linzanın fokusu ilə, yəni F-lə 2F arasında yerləşir. Göründüyü kimi, birinci şəkildə, yəni toplayıcı linzaya aid xəyal F-lə 2F arasında yerləşir. Ona görə 3 gedəcək toplayıcı linzaya. 4-də deyir düzünədir. Şəkildən göründüyü kimi, səpəci linzada alınan xəyal düzünədir. Yəni, cisimlə ikisi də eyni istiqamətdədir. 4 gedəcək səpəci linzaya. 5-də isə deyir kiçildilmişdir. Göründüyü kimi hər iki cismin xəyalı özündən daha kiçikdir. Ona görə 5 hər ikisinə aiddir. Yəni gedəcək 3-ə. Cavabımız olacaq C variantı. 108 nömrəli test tapşırığında deyir, baş optik oxa paralel olaraq linza üzərinə düşən işıq şüası linzadan keçdikdən sonra müstəvi güzgü üzərinə düşür. Güzgüdən qayıdan şüanın istiqaməti hansı rəqəmlə işarə olunmuşdur? F linzanın fokus məsafəsidir. Burada görürük ki, işıq şüası gəlir, düşür toplayıcı linza üzərinə. Toplayıcı linzanın belə bir xüsusiyyəti vardır. Üzərinə düşən işıq şüasını toplayaraq sındırır. Yəni, daxilə doğru sınacaq. Və sınan şüa mütləq şəkildə F fokus nöqtəsindən keçməlidir. Şüa gəlir, düşür güzgünün üzərinə. Güzgünün isə belə bir xüsusiyyəti vardır. Güzgü üzərinə düşən işıq şüasını əks etdirəcək, yəni qaytaracaq. Və əks olunarkən də baxırıq ki, burada 3 və 2 şüalar göstərilib. Ancaq biz 2-ni götürürük. Niyə? Çünki düşdüyü kimi əks olunmalıdır. Cavabımız olacaq C variantı.
Baxırıq 102 nömrəli test tapşırığının izahına. Fokus məsafələri f1 bərabər 25 sm və f2 bərabər -15 sm olan linzalar sisteminə baş optik oxa paralel işıq şüaları dəstəsi düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, şüalar sistemdən keçəndən sonra özlərinə paralel qalsın? Belə bir qaydamız var ki, əgər bizə verilən linzaların hər ikisi toplayıcı linza olarsa, aralarındakı məsafə L bərabərdir F1 üstəgəl F2. Yəni linzaların fokus məsafələrinin cəmi ilə təyin olunacaq. Əgər linzalardan biri toplayıcı, biri səpici olsa, L bərabərdir F1 çıxılsın F2 ilə təyin olunacaq. Biz də burada görürük ki, bizim linzamızın biri toplayıcıdır, digəri isə səpici linzadır. Ona görə biz bu düsturdan istifadə edəcəyik. L bərabər olacaq. F1-imiz nə qədərdir? 25 sm. Çıxılsın F2-ni 15 sm. O da eləyəcək 10 sm. Cavabımız olacaq C variantı. 6 nömrəli test tapşırığının izahına baxaq. Cismi optik qüvvəsi -5 dioptriya olan səpici linzadan hansı məsafədə yerləşdirmək lazımdır ki, onun 2 dəfə kiçildilmiş xəyal alınsın? Optik qüvvə böyük D hərfi ilə işarə olunur. Böyük D bərabərdir -5 dioptriya. Səpici linzadan deyir, hansı məsafədə yerləşdirmək lazımdır? Yəni, cismi hansı məsafədə yerləşdirmək lazımdır? Bizdən deməli, cisim məsafəsi kiçik D-ni soruşur. Və deyir ki, onun 2 dəfə kiçildilmiş xəyala alınsın. Yəni, xəyal məsafəsi cisim məsafəsinin 2 dəfə kiçik olsun. Yəni, kiçik f bərabər olsun, d bölünsün 2-yə. Burada səpici linza düsturundan istifadə edirik. Səpici linzanın düsturu böyük D bərabərdir. -1 bölünsün f üstəgəl 1 bölünsün d şəklindədir. Verilənləri gətirib yerinə qoyuruq. D-ni verib -5 yazırıq ki, -5 bərabərdir. -1 bölünsün. F-in yerinə D bölü 2 qoyuruq. D bölü 2. Üstəgəl 1 böl D. -5 bərabərdir. 2 qalxacaq yuxarı olacaq -2 bölünsün D. Üstəgəl 1 bölünsün D. Hesablayarkən alırıq ki, üstlər çıxılacaq. -2-dən 1-i çıxırıq. Eləyir -1 bölünsün D. Bərabər olacaq -5-ə. Buradan da D bərabər olacaq. 1 bölünsün 5. Yəni 0,2. Cavabımızı da elə metrlə ifadə edəcəyik.